Her vaxtınız xeyir olsun. İran deyir ki, ben qalib gəldim. Amerika Birləşmiş Ştatları deyir ki, biz qalib gəldik. Hərbiçi gözü ilə analiz eləsək, görək kim qalib gəldi. Hərbi hədəflər mütləq əvvəlcədən təyin edilir. Yəni bir əməliyyat başlamamışdan qabaq, məhdud təyinatlı əməliyyat və ya böyük bir müharibə başlamamışdan əvvəl onun məqsədləri olur. Ərazinin ələ keçirilməsi, hakimiyyətin dəyişdirilməsi, resursların ələ keçirilməsi, hansısa başqa bir sosial təbəqənin hakimiyyətə gətirilməsi, nəsə belə bir hansısa bir siyasi gücün, siyasi alətlərin gücü çatmadığı proseslərin hərbi yolla həlli nəzərdə tutulur. Bu baxımdan baxsaq, Amerika müharibəyə başlayanda onun siyasəti nəyi təyin edirdi? Yəni onun məqsədi nə idi? Onun məqsədi o idi ki, Amerika gəlsin, İrandakı hakimiyyəti dəyişsin, özünə loyal, özünə tam sadiq bir hakimiyyət gətirsin və istədiyi şəkildə o ölkəni idarə eləsin. Amerika buna nail oldu? Xeyr, ola bilmədi. Demək ki, Amerika bu müharibəni uduzdu. İkinci cəhətdən, İran cəhətdən baxanda, İranda nə dəyişiklik baş verdi? İran bu müharibədən sonra daha da gücləndi, daha da qüdrətləndi və öz resursları sayəsində və müttəfiqləri sayəsində öz mövqeyini daha da möhkəmləndirdi. Gələcəkdə nə olacaq? Gələcəkdə Amerika bu getdiyi xərcləri təbii ki, yerdə qoymayacaq və daha da təzyiqləri artıracaq və İran dövlətinə qarşı yenə aqressiv siyasətini mümkün olduğu qədər davam elətdirəcək. Bu alınacaqmı? Bunun alınması çox çətin məsələdir. Çünki İrana olan təzyiqlər dünyanın iqtisadiyyatına təsir edir. Yəni dünyada böyük dövlətlərin maliyyə etkilərinə səbəb olur. Biz də bilirik ki, bütün müharibələr, bütün bu siyasi gərginliklərin bir məqsədi var, çoxlu pul qazanmaq, çoxlu maliyyə vəsaiti, resurs əldə etmək və iqtisadi üstünlük qazanmaq və iqtisadi üstünlüyü olan təbii ki, hərbi üstünlüyü də olacaq. Ona görə bu müharibə tupik vəziyyətinə düşüb, dalan vəziyyətinə düşüb və burada hansısa bir qüdrətli dövlətin qalib gəlməsi hal-hazırda mümkün görünmür. Ancaq bu gələcəkdə İranın daxilindəki proseslər nəticəsində ola bilər ki, orada hansısa bir qüvvələr hakimiyyətə gəlmək üçün mübarizələr aparsın. Təbii ki, o da böyük pullar tələb edir. Hər bir inqilabın maliyyə resursu olmalıdır. Hər bir inqilab kənardan maliyyələşdirilməlidir ki, o baş tutsun. Bunun üçün də yəqin ki, bu illərlə böyük bir, uzun bir proses çəkəcək. İranda gələcəkdə də çaxnaşmalar, dağılmalar, kollaps, qırğınlar davam eləyəcək. Mən belə qiymətləndirirəm. Təşəkkür edirəm diqqətinizə görə.